Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Bugünkü mövzumuz bizim cənab prezidentin rüşvətxorlara qarşı mübarizə ilə bağlı son bir neçə gündə insanlarımıza, əhalimizə müraciəti ilə bağlıdır. Çünki bildiyiniz kimi cənab prezident son bir neçə gündür ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə ilə bağlı çıxışlar edir. Əlaqəli orqanlara göstəriş, tapşırıqlar verir. Lakin bu tapşırıq, bu göstərişlərdən sonra bəzi ağzı əyri adamlar yenə də başlayıblar danışmağa ki, müxtəlif şər, böhtan xarakterli sözlər, güya sözlədir, mübarizə aparılır, yalandan mübarizə aparılır. Mən baxdım bayaqları, mən təsadüfən qarşıma çıxdı. Bu Çingiz Abdullayev müsahibə verirdi. Çox üzr istəyirəm, mən Çingiz müəllimin sözünü deyəcəm, öz sözümdür. Çingiz müəllim müsahibə verəndə dedi ki, rüşvət alan faşiyə qadın kimi şeydir, rüşvət alan. Yaxşı, bəs rüşvət verən bu kimdir? Bu kimdir rüşvət verən? Bu rüşvət verən, rüşvət alandan da fahiş adamdır. Baxın ha, rüşvət verən, rüşvət alandan. Sonra dələduzluq. Dələduzluq edib, kiminsə etibarından sui-istifadə edib, qanunvericidə belə yazılır, 178-ci maddədədir. Onun əmlakını əldə etmək, göndərirlər həbsxanaya gedir, heç bu pul sahibində pulu da verilmir, gedir həbsxanada kef ilə 3 il, 5 il çıxır, gəlir işində gücündə. Məsələ ondadır ki, bu rüşvət, bu dələduz var, dələduz. Dələduz ova çıxıb. Yox, daha doğrusu, o zərər çəkmiş var ha, ova çıxıb o. Məsələn, gedir deyir ki, bu olan şeylərdir, başımıza gəlib, rastımıza çıxıb. Gedir harasa, özləri danışırlar. Gəlib bunlara deyirlər ki, gömrükxanada güya oğlun işə düzəldəcək, 50.000 manat, bilmirəm 60.000 manat məndən pul istədilər. Sonra elə olur ki, bu yenə axtarır kimləri tapsın, pul versin. Elə olur ki, gəlir bir dənə dələduza rast gəlir. Dələduz buna deyir ki, 5.000 ver, işimi düzəldir. Bu tez qaçır ki, 5.000'i tapır gətirir, verir ki, ay aman vaydan 55.000 düşdüm qabağa, bu adamı alladacaq. Elə olur ki, ova çıxarkən özü ovlanır. Mən buradan hüquq mühafizə orqanlarına xahiş edirəm. Dələduzluq maddələridir, rüşvət maddələridir. Burada zərər çəkmişlərin cəzası daha ağır olsun. Daha ağır olsun. Gedib dələduzlara pul verən adamın cəzası alandan daha qat-qat ağır olsun. Çünki bütün şəraiti yaradan, korrupsiyaya da, rüşvətə də, o dələduzluq cinayətində də hamısına şərait yaradan verənlərdir, verənlər, alanlar deyil. İndi bu cənab prezidentin də bu məlum göstərişlərindən, bu sərəncamlarından, bu verdiyi son bir neçə gündəki bəyanatlarından sağ ol demək əvəzinə, təşəkkür bildirmək əvəzinə bəzi ağzı qara adamlar ağzını atıblar, belə də deyirəm, çox üzr istəyirəm, bəzi adamlardan arxasına ağzına nə gəldi danışır. Rüşvətlə bağlı kimdən rüşvət istəyirlərsə, bu da vermək istəmirsə, gəlsin məlumat versin. Şəxsən bax mənə 055 916 53 55. Verməyəcəksiniz. Məlumat verməyəcəksiniz. Gizlincə, çünki rüşvəti verən sizsiz. Necə mübarizə aparsın ki, dövlət başçısı siz ilə? Gizlin apalıb rüşvəti verirsən, vəzifəli şəxsə
və özün haqqında hərəkətlilik və hərəkətsizlik etsin deyə bir qayda olaraq sənin haqqında hansısa hərəkətliliyi və hərəkətsizliyi etsin deyə rüşvətə münbit şəraiti yaradan rüşvət verənlərdir. Rüşvət verənlər haqqında qəti qaydada cəza tətbiq olunmalıdır. Əksinə hüquq mühafizə orqanları rüşvət verəni götürürlər, rüşvət verənlə bərabər əməliyyat qururlar, gedib rüşvət alanı həbs edirlər. Rüşvət verən həbs olunmalıdır. İlk öncə və bu korrupsiyayla bağlı kimin nə məlumatı varsa cənab prezident dedi. Baş prokurorluq var, buyurun qaynar xəttinə müraciət edilir. Ağzı başına burada danışmaq lazımdır sosial şəbəkələrdə. Biz də bilirik, regionları gəzirik, biz baxırıq, idarə və təşkilatlarda oluruq, icra hakimiyyətlərində oluruq, çox sözlər, çox şeylər eşidirik. Ancaq çayxanada danışırlar. Amma fakta gələndə ortada heç kim yaxın gəlmir. Heç kim demir ki, mən filan kəsə 10 min verdim, oğlum işə düzəltdim. Bunu heç kim demir bir qayda olaraq. Bəs yaxşı demirsinizsə, şikayət etmirsinizsə, niyə çayxanada danışırsınız? Bax, bu çayxanalarda niyə danışırsınız ki, rüşvətxorluq baş alıb gedir filan. Bax, o çayxanada danışanların birinə mən sual verdim ki, qardaş, rüşvət vermirsən, durur gözümün içinə baxır. Bəs deyirəm, mən oturub burada çay içirəm, bir saatda eşidirəm ki, sən deyirsən ki, ölkəni rüşvətxorluq alıb aparır, filan alır. Vermirsən? Cavab vermir. Əgər rüşvət verən varsa, kimdənsə rüşvət tələb olunursa, baş prokurorluğun qaynar xəttinə müraciət eləsin. Baxın, heç kimdən müraciət etməyəcək. Çünki o rüşvət verib, öz qaranlıq işlərini aydınlığa çıxartmaq istəyən şəxslərdir o rüşvət verənlər. Rüşvət verənlər ölkəmizdə rüşvətxorluğa münbit şərait yaradan şəxslərdir. Bir daha təkrar edirəm, ən ağır cəza onlar haqqında tətbiq olunmalıdır. Qanunvericiliyə dəyişiklik olmalı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsi rüşvət almadı, 312-ci maddəsi rüşvət vermə. Baxın, bax, onların sanksiyalarında görəcəksiniz ki, o sanksiyaların özündə, sanksiyalar qoyundurları ilə mən yenə başladım bədii ədəbi hüququ deyilə, başa düşməyəcək cəmaat. 311 rüşvət almadı, 312 rüşvət vermə. Onlarda cəzaya baxın, rüşvət alanın cəzası rüşvət verəndən çoxdur qat-qat. Niyə? Niyə? Axı münbit şəraiti bu yaradır. Axı rüşvət alana gizli əlaqələri bu iyniyir, tapır, kimsə işi qurur, sonra pulu aparır, verir. Bütün işlərin, cinayətin hamısında rüşvəti verənlərdir. Bunu da kim verir? Bizim bu əhalimiz cəmaat. Cənab Prezidentin, rüşvətxorluğa qarşı, korrupsiyaya qarşı mübarizəsi ilə bağlı bəyanatlarını biz ölkə ictimaiyyəti olaraq bəyənirik, dəstəkləyirik və bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Ən azından mən bir ictimai birlik olaraq bununla bağlı rüşvətxorluqla, mübarizə ilə, korrupsiyaya qarşı mübarizə ilə bağlı əlimdən nə gəlirsə edəcəm. Dövlət başçımızın bəyanatına səs verərək bütün gücümüzü səfərbər eləyəcəyik. Bundan heç kimin şübhəsi olmasın. Rüşvətxorluğa və korrupsiyaya qarşı bütün xalqımızı, əhalimizi səsləyirəm. Boş-boş gedib çayxanada axmaq-axmaq söhbətlər etməkdənsə, Cənab Prezidentin bəyanatına, səsinə səs verib, onun göstərişlərinə, tapşırıqlarına əməl eləmək lazımdır, dəstək vermək lazımdır. Çox sağ olun, əziz millətim.
Təşəkkür edirəm. Vaxtınızı aldığım üçün üzr istəyirəm. Minnətdaram.